Bugün noyabr ayının 7-sində Hacıqabul rayon icra hakimiyyətinin təşkilatçılığı ilə 8 noyabr Zəfər günü münasibətilə Hacıqabul Muğan avtomobil yolunun kənarında növbəti ağacəkmə aksiyası keçirilib. Tədbirdə Hacıqabul rayon icra hakimiyyətinin başçısı Sevindi Yətəmov, aparatın məsul işçiləri, Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatının, hüquq mühafizə orqanlarının, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbər şəxsləri və kollektivləri iştirak ediblər. Hacıqabul şəhərinin qərb hissəsində Hacıqabul Muğan avtomobil yolunun kənarında keçirilən ağacəkmə aksiyasında yolun kənarında göyrüş, tuya və sərv ağacı olmaqla ümumilikdə 2000 ağac əkilib. Ərazidə təmizlik, abadlıq işləri aparılıb. Yeni əkilən tiyinlər suvarılaraq aqrotexniki qaydada qulluq göstərilib. İsmail Cəfərli, Səmin Şahlaroğlu, Xəbər vaxtı.